Kanalımızda haqqında danışdığımız proqramların demək olar ki, hamısı ödənişsiz proqramlardır. Ancaq mən öz şəxsi istifadəm üçün bəzi proqramlara pul ödəyirəm, alıram. Bu gün də onlardan birini almaq istəyirdim və qərara gəldim ki, videosunu çəkib sizlərlə paylaşım. Bəlkə kimsə də istəyib ala bilər. Çox baha deyil. Ödənişli proqramlar nədir? Ödənişli proqramlar odur ki, müəyyən bir funksiyasını və yaxud bütövlükdə tətbiqin özünü sizə müəyyən pul qarşılığında bu xidmətləri sizə təqdim eləyir. Bu illik də ola bilər, aylıq abunə də ola bilər və yaxud siz bir neçə kompüter üçün alırsınızsa sizə endirim də ola bilər. Bu cür satış paketləri var. Qiymətlər dollarla olduğu üçün bizim pulla çevirəndə bizim 2 qat baha gəlir. Ona görə çox az sayda istifadəçi var ki, pul ödəyərək hansısa proqramı alır. Siz əgər işinizlə bağlı hər hansısa bir proqramdan istifadə eləyəcəksinizsə və yaxud bu zövq məsələsi də ola bilər, proqramları alıb istifadə etmək, ödənişli proqramları istifadə eləmək məsləhətdir, nəinki onları qanunsuz yollarla əldə etmək. Hərəkətli divar kağızları olan bir tətbiq var. Mən onu almaq istəyirdim və indi bu gün həmin alışı həyata keçirib və indi həmin alışı sizlərlə bir yerdə həyata keçirib kompüterə quraşdıracaq. Proqramın adı Wallpaper Engine adlanır. Bu Steam üzərindən endirilir. Ödənişi də oradan olunur. Bunun üçün steampowerit.com saytına biz daxil oluruq. Bu daha çox oyun platformasıdır. Oyun həvəskarları bu platformanı çox yaxşı tanıyırlar. Minlərlə oyunlar var bu platformada. Login bölməsinə daxil oluruq. Daha sonra isə bu hissədən biz qeydiyyatımız var, giriş eləyəcəyik. Qeydiyyat sadədir deyə qeydiyyatı izah eləmirəm. Adi qeydiyyat formasıdır. Mail, parol və bir neçə doğum tarixi. Bu kimi məlumatları daxil edib qeydiyyatı açırıq. Daxil olduqda təhlükəsizlik üçün bizim mailimizə 5 rəqəmli, 5 simvollu daha doğrusu şifrə göndərir. Bu hər dəfə bu şifrə dəyişir, fərqli olur. Biz həmin şifrəni daxil etdikdən sonra platformaya gördüyünüz bu qaydada daxil oluruq. Daxil olduqdan sonra bayaq da qeyd elədim ki, bu oyun saytı olduğu üçün gördüyünüz bütün oyunlar qarşımıza çıxır. Axtarış bölməsinə Wallpaper Engine yazırıq və gördüyünüz birinci nəticədə daxil oluruq. Proqram o qədər də baha deyil. Bizim pulla desək 5 manata qədər bir məbləğ ödəyəcəyik bu proqrama. İşçi masa daimi göz kontaktında olduğumuz hissə olduğu üçün orada həmişə eyni divar kağızları, bəzi mənim üçün elədir, bilmirəm sizdən hansı qaydadadır, sıxıcı olur, adamın gözünü yorur. Ona görə istəyirsən ki, tez-tez dəyişiklik eləyəsin. Buradan Add to Cart seçib səbətə atırıq. Həm hədiyyə eləyə bilərsiniz, həm özünüz üçün gördüyünüz sol bölməni daxil olursunuz, özünüz üçün aldıqda kiməsə hədiyyə olaraq da ala bilərsiniz. Burada daxil olduqdan sonra bizə bizi ödəniş səhifəsinə yönləndirəcək. Bir neçə ödəniş növünü biz burada görürük. Vizanı seçəcəyik. Vizanı seçdikdən sonra kart məlumatlarımızı bu bölmədə daxil edirik. Gördüyünüz bu sarı işarələrlə işarələdiyi bölmələr mütləq şəkildə yazılmalıdır. Mən yaddan çıxarıb yazmamışdım və bildirdi ki, onları yazmaq lazımdır.
düyməsini seçirik. Burada bir daha məlumatları bizə göstərir. Təsdiq səhifəsidir. Gördüyünüz aşağıdakı bölməni işarə eləyib, istifadə şərtləri ilə, yəni razılaşdığımızı bildirib, təsdiqləyib proqramı alırıq. Gördüyünüz burada iki bölmə gəlir. Yes, Steam is installed, no, I need Steam. Yəni bu Steam proqramı kompüterə quraşdırılmalıdır, yoxsa çalışmır. Həm yeni divar kağızlarını yükləməyiniz üçün də o sizə lazımdır. Ona görə də biz Steam proqramını kompüterə quraşdırmalıyıq. Buradan Install Steam seçirik. Yükləyib kompüterimizə quraşdıracağıq. Quraşdırma prosesi internetinizin sürətindən asılı olaraq müddəti dəyişir. Hal-hazırda məndə internet biraz zəif olduğu üçün biraz gec yüklənir. Yüklədiyimiz masaüstü versiyada bir daha giriş eləməliyik. Yenə həmin qaydada istifadəçi adımızı və parolumuzu daxil edirik. Yenə bizə təhlükəsizlik üçün kod göndərir. Həmin kodu daxil edirik və Steam'in masaüstü versiyası açılır. Və açılan kimi gördüyünüz bu yükləmə, quraşdırma ekranı bizi qarşılayır. Bayaq biz artıq ödəniş etmişik. O təsdiqlənib bizim kitabxanamızda, belə deyək, var və ona görə bunu bizə quraşdırmaq üçün önə çıxarır. Biz təsdiqləyib quraşdırmağa davam edirik. Quraşdırma nəhayət yekunlaşdırdıq. Biz Launch düyməsini seçərək Wallpaper engine açırıq. Burada dil seçimi gəlir. Dil seçimindən sonra keyfiyyəti seçirik. Ortada qalmağı yaxşıdır. Burada Windows açılanda avtomatik başlasın bu bölməni mütləq seçirik ki, hər dəfə biz əllə başlatmayaq. Mövzu rəngi qara mövzu, bunu seçirik və artıq yekunlaşdı bütün ayarlamalar. Proqramın səhifəsi bu qaydadadır. Burada gördüyünüz hamısı üzərində quraşdırılmış divar kağızlarda hərəkətlidir. Gördüyünüz bu Discover bölməsindən isə biz istədiyimizi seçib kompüterə yükləyə bilərik. Burada birin test üstünü seçib baxaq. Bəli, çox gözəl bir hərəkətli divar kağızıdır, göz oxşayan. Əgər siz Discover bölməsindən, yəni seçib yeni
divar kağızları yükləmək istəyirsinizsə, Steam mütləq şəkildə açıq olmalıdır. Onu açıq saxladıkdan sonra Discover bölməsinə keçib gördüyünüz minlərlə ödənişsiz hərəkətli divar kağızlarını bu kitabxananıza əlavə edib istifadə edə bilərsiniz. Yükləmə bitdikdən sonra Steam-i bağlaya bilərsiniz. Wallpaper Engine işləməyə davam edəcək. Bir də ki, ən çox soruşulan suallardan biri, ən çox istifadəçilərin narahat olduğu məsələ kompüteri yükləməsidir. Digər hər hansı oyun, proqram açıb istifadə etdikdə yaddaşdan, operativ yaddaşdan yer tutduğu üçün və prosesora güc saldığı düşünülür ki, həmin proqramlar problemli işləyə bilər. Ancaq bu belə deyil. Siz hər hansı başqa bir proqrama daxil olduqda artıq bunun istifadəsi dayanır. Siz nə vaxt masa üstünə keçid elədsəz, o həmin vaxtda yenidən Wallpaper Engine işləməyə davam eləyir. Həmin seçdiyiniz hərəkətli divar kağızını orada göstərir. Bu günlük bu qədər. Bu mənim şəxsi istifadəm üçün aldığım bir proqram idi, sizlərlə bölüşmək istədim. Əgər Wallpaper Engine-dən istifadə eləyirsinizsə, yaxud bu videodan sonra istifadə elədinizsə, fikirlərinizi şərh bölümündə bildirməyi unutmayın.